Herkese salam qızlar. Keçən dəfə çəkdiyim Ray Beauty ilə videonu çox bəyənmisiniz. Ona görə istədim ki, bu dəfə də uyğun qiymətli bir marka yoxlayaq. Şiklan markasının bronzeru, ənliyi və highlighteri. Gəlin birlikdə test edək görək bunlar necədir. Birinci başlayıram Şiklanın bronzeru ilə. Başda bu formadadır. Əvvəlcə bronzeru da alıram. Bronzeru bir damcı aldım, amma mənim üçün yetərli deyil. Mən biraz daha sevirəm bronzer vurmağı. Ona görə bronzeru artıra bilərik deyə düşünürəm. Belə, baxın, yüzdə duruşu da bu formadadır. Daha uyğun qiymət ala biləcəyiniz bir bronzerdir. Mən toz bronzerlardansa belə likid bronzerlar daha çox bəyənirəm. Düşünürəm ki, üzdə daha fresh və daha gözəl qalır. Gəlin indi ənliyini yoxlayaq. Bunun isə başlığı çox şirindir. Rəngi də çox şirindir. Mən ümumiyyətlə bu tonları daha çox sevirəm. Düşünürəm ki, çox gözəldir. Siz nə düşünürsünüz? Yorumlarda mütləq yazın. Həm bronzerini, həm ənliyini çox bəyəndim. Gəlin bu çox şirin highlighter'a da baxaq. Bu arada highlighter məndə likid formasında vardı. Onu diğer videolarımda göstərdiyim üçün istəyirəm ki, indi bunu sınayaq. Makyajımı isə tamamladım, gəldim. Baxın.